Azərbaycanda məhkəmə ekspertizası informasiya sistemi yaradılır. Bölgə TV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb. Fərmanla dövlət orqanlarının məhkəmə ekspertizası sahəsində fəaliyyətinin elektronlaşdırılması, ümumi məlumat və bilik bazasının formalaşdırılması və həmin bazadan istifadənin əlçatanlığının təmin edilməsi məqsədi ilə məhkəmə ekspertizası informasiya sistemi yaradılacaq. Sistemin sahibi və operatoru funksiyalarını Ədliyyə Nazirliyi həyata keçirəcək. Sistemin yaradılması, saxlanılması, fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdiriləcək. Sistemin vasitələri aşağıdakılar təmin ediləcək. Məzmununda dövlət sirri təşkil edən məlumat olanların istisna olmaqla məhkəmə ekspertizasının təyin edilməsi ilə bağlı elektron qaydada göndərilən qərarların sistemə qəbulu, məhkəmə ekspertizasının təyin edilməsi ilə bağlı elektron qaydada göndərilən qərarların icraata yönləndirilməsi barədə müvafiq məlumatların məhkəmə ekspertizasını təyin etmiş orqana və ya şəxsə elektron qaydada göndərilməsi, istifadəçilər, o cümlədən hər bir məhkəmə eksperti üçün sistemdə şəxsi kabinetin yaradılması, məhkəmə ekspertizalarının aparılma müddətlərinə riayət olunmasının izlənilməsi və müddətlərin bitməsi ilə bağlı xəbərdar edici məlumatların göndərilməsi, məhkəmə ekspertizasının təyin edilməsi ilə bağlı elektron qaydada göndərilən qərarlar üzrə məhkəmə ekspertizalarının aparılması zamanı verilən vəsatətlərin, ekspert rəylərinin və ekspertizaların aparılmasına imtina ilə bağlı məlumatların təkmin sertifikatlı gücləndirilmiş elektron imza ilə məhkəmə ekspertizasını təyin edən orqana və ya şəxsə göndərilməsi, məzmununda dövlət sirri təşkil edən məlumat olan sənədlər istisna olmaqla ekspert rəy və məlumatların arxivləşdirilməsi, məhkəmə ekspertizasının aparılması üçün zəruri olan məlumatların aidiyyatı dövlət informasiya ehtiyatlarından və sistemlərindən əldə edilməsi, məhkəmə ekspertizası fəaliyyəti ilə bağlı statistik və digər hesabatların hazırlanması, bəzi məhkəmə ekspertizası növlərinin elektron qaydada keçirilməsi. Nazirlər Kabinetində 6 ay müddətində sistemin yaradılması ilə əlaqədar normativ hüquqi aktlar təkmilləşdirilməsinə dair təkliflər hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb. Ədliyyə Nazirliyi sistemin saxlanılması, ondan səmərəli istifadənin təmin edilməsi və inkişaf etdirilməsi, habelə Səhiyyə Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi ilə birlikdə məhkəmə ekspertizası sayəsində fəaliyyət istiqamətlərinə uyğun olaraq sistemin formalaşdırılması və aparılması, həmçinin fəaliyyətin təşkili üçün zəruri tədbirlər görülməlidir. Dilbər Vüqar qızı, Bölgə TV.